Değerli izleyicilerim, 5 dekabr tarixində Əkizlər Bürcündə bir ay bədirlənməsi meydana gəlir. Əkizlər Bürcü dəyişkən bürc olduğu üçün bu zaman baş verən hadisələr müxtəlif cür cərəyan edəcək. Amma ay bədirlənməsinin əsasən aspektləri gərgin olduğuna görə burada yalan xəbərlərin yayılması, təhsildə xoşagəlməz hallar, ticarətdə müxtəlif manipulyasiyalar, aldanmalar, texnikanın sıradan çıxması kimi özünü göstərə bilər. Gizli olan sirlərin də açığa çıxması çox mümkündür. Manipulativ xəbərlərin olması, yalanın, dediqodunun yayılması Əkizlər Bürcündə olan ay bədirlənməsinə xasdır. Merkurinin Yupiter və Saturnla olan xoş aspekti 6 ay bundan öncə hər hansı başlanmış bir iş var idisə, onun nəticəsinin gözəl olmasına səbəb olacaq. Sağlamlıq baxımından əl, qol, ayaq, çıxıq, sınıq, burxulmalar mümkündür. Virus mənşəli xəstəliklərin yayılması da ehtimalı böyükdür. Əkizlər Bürcündə ay bədirlənməsi Qoç, Şir, Tərəzi və Dolca Bürcündə doğulanların əsasən də 1-10 tarixləri arasında doğulanlara çox yaxşı xəbərlər gətirəcək, sevindirici hadisələrin baş verməsinə səbəb olacaq.